Azərbaycanda tikinti materialı olan azbestin istifadəsi qadağan ediləcək. Bununla bağlı mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı haqqında qanuna dəyişiklik təklif olunur. Milli Məclisin dekabrın 26-sında keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən dəyişiklik layihəsində qeyd olunub ki, azbest uzun illər ərzində sənayenin bir çox sahələrində sement, kimya, izolyasiya, kağız sənayesi və s. tikintidə geniş istifadə olunan mineral tərkibli materialdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən Azərbaycana 2023-cü ildə 591 ton azbest və 30.238 ton tərkibində azbest olan təbəqələr, 2024-cü ildə isə 1045 ton azbest və 27.634 ton tərkibində azbest olan təbəqələr idxal olunub. Azbest tərkibli dam örtükləri, yəni şifrlər, ölkədə ümumi dam örtüyü fondunun 29%-ni təşkil edir və təxminən 190 milyon kvadrat metr sahəni əhatə edir. Ölkədə şifr istehlakı 2,6 milyon kvadrat metr və ya 1,5 milyon list təşkil edir. Hazırda ölkənin dam örtüyü bazarının 15-20%-i şifrin payına düşür. Layihədə qeyd olunur ki, elmi araşdırmalar onun insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını sübut etdikdən sonra bir sıra ölkələrdə azbest və azbest tərkibli məhsulların istifadəsi qadağan edilib. Azbest liflərinin havaya qarışaraq nəfəs yollarına daxil olması müxtəlif xəstəliklərin, o cümlədən ağciyər xəstəliklərinin yaranması riskini artırır. Bu səbəbdən azbestin istifadəsinin məhdudlaşdırılması və tamamilə qadağan edilməsi ictimai sağlamlığın qorunması baxımından mühüm addım hesab olunur. Beləliklə, beynəlxalq təcrübə nəzərə alınmaqla qanun layihəsinə əsasən azbest və tərkibində azbest olan materiallar mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısına daxil edilir. Qanun qəbul ediləcəyi təqdirdə 2027-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.